Kim eder Allah'ı idrak, gözü mütləq olacaq pak. Görəcək çox şey şəffaf, eləməz, baxışın eyləməz israf, yaşayar saf. Və edər bəndəliyi xəlq arasında o nümayiş, qoruna ta ki əsayiş, budur Allah bəyənəmiş. Budur əslində rizayət və şəriət mədəniyyət. Bu cəmiyyət belə yolla olar islah, yox olar firqe-i gümrah, qəsəm Allaha o gün nur əliyər zülmətə misbah. Vəli əfsus, çoxu öz nəfsinə məhbus, eləyib əqlini məyyus, özünü iblisə məxsus. Pozulub tərtibi qanun, hamı yorğun, əsəbani, yuxu pozğun, iki söz bir-birinə gəlməyir uyğun. Niyə dünya sizi öz qoynuna möhkəm sarıyıbdır? Nəyinə aşiq olubsuz? O ki çoxdan qarıyıbdır. O ki əvvəl yaranıbdır. Neçəmizlə dolanıbdır, neçəmizlə sevişibdir, neçəmizlə boşanıbdır. Bəşərin əqlin alıbdır. Elə bir dərdə salıbdır, unudub Allahı bəndə. İlişib öylə kəməndə çıxa bilmir və həqiqət də görəndə baxa bilmir. Gözü kördür, dili laldır, qulağı kar. Bu nə haldır ki düşüb əşrəfi xilqat, ölüb əlbət bəşəriyyət. Vəli, amma bəli ətrafda nə varsa diridir, həm iridir, həm də kiçik zərrə olanlar o da bizdən biridir. Bil, gözünü sil, görəcəksən necə torpaq və dəniz dağ və ağacdan yerə düşməkdə olan hər quru yarpaq və çəmənlikdə açan qönçə çiçəklər və mələklər, neçə qövmi yox edən vəhşi küləklər və xülasə uca Allahın adını zikr eləməkdə yarışırlar, çalışırlar.